Xəritə sxemi əsasən doğru olmayan fikirləri müəyyən edək. Birinci məntəqədə formalaşan çayların qida mənbəyində qar suları üstün təşkil edir. Birinci məntəqə vulkan xəyalıdadır və burada qar suları üstün təşkil etmir. Bizə də düzgün olmayan fikirlər ifadə istədiyinə görə birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi D və Y variantlarını silirəm. İkinci məntəqənin olduğu ərazidə, yəni burada, təxminən daş kəsən deyək bura, rekultivasiya tədbirinə ehtiyac olan torpaqlar mövcuddur. Bəli, bu ərazidə terrikon təpələrdən təmizlənməli olan torpaqlar ola bilər. İkinci şərt doğru fikir ifadə edir və bizə lazım deyil. Üçüncü məntəqənin olduğu ərazidə, yəni araz boyu düzənlik deyək buna, mütləq hündürlük 3000 metrdən azdır. Bəli, burada ən hündür yer Qarabağ silsiləsinin ən hündür yerini belə götürəsi olsaq, 2725 böyük kes, bu hissəsi tamamilə demək olar ki, 3000 metrdən azdır. Üçüncü şərtdə doğru fikir ifadə elədiyinə görə bizə lazım deyil. Dördüncü məntəqənin yerləşdiyi inzibati rayonda, yəni burada söhbət Zaqataladan, Balakəndən gedir. Filiz mənşəli faydalı qazana rast gəlinmir. Biz bilirik ki, burada polimetal yataqlar var və filiz mənşəli faydalı qazıtılır. Yanlış fikir ifadə edildiyinə görə götürürük. Beşinci məntəqənin yerləşdiyi ərazidə, yəni Qusar mahallə düzənliyində, yörə və təbaşlı çökünlər mövcuddur. Şərti yanlış fikirdir. Bura əsasən antropogendir. Yörə və təbaşlı isə Böyük və Kiçik Qafqaz alan yüksək dağlıq ərazilərindədir. Beşinci fikir də bizə lazımdırsa deməli A variantında silmək olar. Altıncı məntəqədə, yəni burada 6-cı məntəqə Saatlı rayonuna düşür. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çoxdur. Yəni bu ərazi quraqlıq ərazidir. Şərti doğru fikir ifadə edir. Cavab B variantı.